24-cü test tapşırığının həllinə baxaq. 24-cü test tapşırığında deyir ki, radiusu R1 bərabərdir 2 metr və R2 bərabərdir 4 metr olan disklər qayışlı ötürmə ilə birləşdirilərək fırladılır. Birinci diskin üzərində A nöqtəsinin müəyyən müddətdə yer dəyişməsinin modulu 4 metr olarsa, həmin müddətdə ikinci disk üzərində B nöqtəsinin yer dəyişməsinin modulunu hesablayın. Gəlin baxaq 24-cü test tapşırığına. SA bərabərdir. SA bərabərdir. R vurulsun. Kök altında 2. 1 çıxılsın kosinus 2 pi bölünsün T1 vurulsun kiçik T. Belə bir düsturumuz var bizim. İndi SA'nın yerinə 4 metr yazıram. 4 metr. 4 bərabərdir. Birincinin radiusu 2'dir. Vurulsun. 2 1 minus kosinus 2 pi bölünsün T1 vurulsun kiçikdir. Bununla bu 4 ilə 2 ixtisar gedir. Burada 2 qalır. Burada 1 qalır. Hər tərəfi kvadrata yüksəlsək alırıq 4 bərabərdir. 2 1 minus kosinus 2 pi bölünsün T1 vurulsun kiçikdir. Bu 2 ilə yenə bu 4 ixtisar gedir. Burada alırıq 2. 2 bərabərdir. 1 çıxılsın kosinus 2 pi bölünsün T1 vur kiçikdir. Buradan alıram kosinus 2 pi bölünsün T1 vur kiçikdir. Bərabərdir. Mənfi 1'ə. Kosinus bilirik ki, mənfi 1'i 180 dərəcədə alır. Onu da yazırıq. 2 pi bölünsün T1 bərabərdir. Vurulsun kiçikdir. Bərabərdir. Pi'yə. Bu pi ilə bu ixtisar gedir. Alırıq kiçikdir bərabərdir. T1 bölünsün 2'yə. Belə bir zaman üçün qiymət aldıq. İndi biz bunu ikinci üçündə yazırıq. Yəni SB üçündə yazırıq. SB bərabərdir. R vurulsun. Daha doğrusu R2 vurulsun. Kök altında 2 1 minus kosinus 2 pi bölünsün T2 vurulsun kiçikdir. Bunun qiymətlərini yenə yazırıq. R2'miz 4 metrdir. Vurulsun. 2 vurulsun 1 minus kosinus 2 pi bölünsün. İndi fikir versək, bu T2 yazmışam bura. A diski ilə B diski bir-birindən, radiusları bir-birindən 2 metr fərqlənir. Yəni B A'dan 2 dəfə çoxdur. Onda A'nın periodu B'dən 2 dəfə kiçik olacaq. Onda T2'nin yerinə 2 dənə T1 yazarım. 2 dəfə böyük olduğu üçün. Və zamanın da yerinə T1 bölünsün 2 yazırıq. Bu da bərabərdir. 4 vurulsun 2. 1 çıxılsın kosinus. Bu T1 ilə bu T1 ixtisar gedir. Bu ikilərin 1 ixtisar gedəcək. Alırıq pi bölünsün 2. Bu da bərabərdir. 4 vurulsun 2. 1 minus kosinus 90 dərəcədən 0'a bərabərdir. Onu da aldıq. 1'dən 0 çıxanda 1 eləyir. 2'yə də vuranda 2. 4 kökdə 2. Deməli, həmin anda B nöqtəsi isə nə qədər yol gedəcək? SB bərabərdir. 4 kökdə 2 qədər yol gedəcək. Metr yol gedəcək. Doğru cavabımız D bəndi. Sağ olun.